Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Həmişə olduğu kimi yenə də möhtəşəm bir mənzillə sizin qarşınızdayam. Mənzilimiz yerləşir Nərimanov rayonunda, ərazinin ən gözəl binalarından birində yerləşir. Yeni təmirli və təmirdən də sonra yaşayış olmamış geniş 4 otaqlı mənzildir. Bütün mebel və texnika ilə də tam olaraq təmin olunub, yəni əlavə nə isə almağa ehtiyac yoxdur. Sadəcə gəlib yaşamaq qalır. Əla mənzilli, gözəl proyekti var. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı həmişə olduğu kimi sizin nəzərinizə çatdıracağam. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Burada giriş qapımızı görürsünüz. Girişdən daxil olduqda sağ tərəfdə qardırobumuz var. Gəlin buranın içərisini göstərim. Və burada paltarların içində yer burada nəzərə alınıb, görürsünüz şkafda yığılıb. Yumaq üçün, ütüləmək üçün və yığmaq üçün hər bir şey tam olaraq nəzərə alınır. Girişdə döşəmə qranitli, üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmada lüstr və spotlardan istifadə olunub. Əlavə olaraq buralar da yerləşdirilib, görürsünüz ümumilikdə işıqlı mənzildir. Daxil olduqda sol hissədə burada tresuarımız var, gözəl. Arxası Venesiyanka boyadır, sağ və sol güzgülərdən istifadə olunub. Divarda dekorativ boyadan istifadə olunub, qumlu boyadan. Yəni keyfiyyətli təmirdir, onu nəzərinizə çatdırmaq istəyirəm. Dizayna uyğun yenə tablolarımızı görürsünüz. Otaqların yerləşməsini sizin nəzərə çatdırım. Artıq gördünüz orada mənzilin qonaq otağı yerləşir burada. 2 yataq otağı, bura mənzilin ümumi sanitar qovşağı, bura mənzilin mətbəxi, orada isə 3-cü yataq otağı yerləşir. Başlayaq qonaq otağından. Artıq gördünüz, çox geniş ölçüyə malikdir. Ən əsası kvadrat şəklindədir. Yəni dar uzun otaq deyil, onu nəzərə çatdırım. Təxmini 30-35 kvadrat var, bəlkə də biraz artıqdır. Yəni mən təxmini ölçünü nəzərinizə çatdırıram. Burada nəyimiz var? Mən bir-bir hər şeyi sizə göstərim. Divan, kreslo bu hissədə yerləşdirilib, görürsünüz. Arxa hissəsində divarda yenə Venesiyanka boya, lepkalı daraqlardan istifadə olunub, arasında kantlar. Buradan mənzilin eyvanına çıxış var, 3 pəncərə var, görürsünüz, ona görə deyirəm, mənzil işıqlı mənzildir. Kondisionerimiz quraşdırılıb, hazırdır bu hissədə. Aksesuarla yerləşdirmək üçün yer nəzərə alınıb, onlar da yerləşdirilib, burada da güzgüdən istifadə olunub, eyni ilə üzbəüz, o hissədə də eyni qayda ilə köçürülüb ora. Burada deməli 8 nəfərlik masamız yerləşdirilib, böyük. Yəni görürsünüz, böyük ölçüdə mebellər yerləşdirilib, 2 jurnalni. Əlavə olaraq da mərkəzdə kifayət qədər boş ərazimiz var. Bu hissədə TV internet çıxış burada nəzərə alınıb, TV stand burada yığılıb. Yenə arxası Venesiyanka boya, böyük ekran televizorumuz, aşağı hissəsi şkafdır, sağ və sol yenə daraqlardan istifadə olunub. İşıqlanmasında da yenə lüstr və spot, gizli işıq, həmçinin hər bir şey tam hazırdır. Buradan keçək, vaxt itirmədən mən sizə göstərim mənzilin mətbəxini. Mətbəxin də ölçüsü kifayət qədər, yəni genişdir, yaxşıdır. İlk öncə onu qeyd edim ki, girişdə olan isti döşəmə burada da davam etdirilib. Buranın da döşəməsi qranitdir və buradan da mənzilin eyvanına çıxış var. Burada da eyni qayda ilə kondisionerimiz yerləşdirilib, hal-hazırda işlək vəziyyətdədir. Əlavə nəyimiz var? 4 nəfərlik masamız bu hissədə belə bir güşə yaradılıb. Yenə daraqlardan istifadə olunub, sağ-sol yaşıllıq. Yeni mətbəx mebelimiz yığılıb. Tam axıra kimi də görürsünüz, yuxarı hissələrdə şkafda 3 hissədən ibarətdir. Dediyim kimi bütün mebel və texnika ilə təmin olunub, görürsünüz. 2 qaplı soyuducumuz, sobalar, qaz peçi, aspirator, üstü mərmərdir, onu nəzərinizə çatdırım. Bu hissədə televizorumuz da yerləşdirilib. Gəlin şkafların içərisində göstərim, yəni dərinlik barədə tam təsəvvürünüz yaransın. Tavan hissəsində ümumi yoxluq göstərim, maraqlı. Lüstrumuz var, gizli işıq spotlar da yenə öz qaydasında. Buradan mən sizə göstərim mənzilin əsas yataq otağını. 3 yataq otağımız var, bu əsas yəni master bedroomdur. Ərazi olaraq çox genişdir, yəni kifayət qədər geniş ölçüyə malikdir otaqlar və gözəl də dizayn olunub, yəni bütün rənglər, hər bir şey tam olaraq hamısı bir-birinə uyğunlaşdırılıb, pərdələrimiz tam hazır vəziyyətdədir, dediyim kimi dizayna uyğun tablolar, gözəl taxtımız yerləşdirilib burada, arxası eyni zamanda sağ-sol güzgülərdən istifadə olunub, buralar, mərkəzdə gözəl lüstrumuzu, yenə burada gözəl make-upımız, kondisioner yenə öz qaydasında, televizorda yerləşdirilib hazırdır, burada deməli şkafımız var, yəni o içərisini göstərim. Ona görə göstərirəm ki, dərinlik barədə tam təsəvvürünüz yaransın. Və bu yataq otağının daxilində ayrıca sanitar qovşağımız var. Mənzildə ümumilikdə 2 sanitar qovşaq var. Ümumi olanı da göstərəcəm birazdan. Bu yataq otağına aid olandır.
Dediyim kimi gözəl təmiri var burada. Gözəl moyadırımız, duş kabini yığılıb, divar içi unitaz. Yəni hər bir şey tam hazırdır. Yuxarı hissəsində əşya qoymaq üçün yerlər hər xırdalığa kimi nəzərə alınıb. Keçək mən sizə buradan göstərim mənzilin ümumi sanitar qovşağını. Dediyim kimi 2 sanitar qovşaq var mənzildə. Bura ümumi olandır. Çox gözəl təmir var, maraqlı teksturalar. Qranitlərdən istifadə olunub. Moyadırımızı göstərim. Yəni hər bir şey göz oxşuyur, onu nəzərinizə çatdırın. Burada da yenə divar üçün unitazımız, duş kabini yığılıb. İçərisi də kifayət qədər genişdir. Burada qara rəngli aksesuarlardan istifadə olunur ümumilikdə. Buradan mən sizə göstərim mənzilin ikinci yataq otağını. Hər otağın özünə məxsus gözəlliyi var. Dediyim kimi ölçü olaraq da yaxşıdır. Bütün əşyalar görürsünüz tam rahatlıqla yerləşib. Əlavə olaraq boş ərazilər də qalıb. Buranı uşaq otağı kimi istifadə edə bilərsiniz. Yəni ona uyğun 2 otaq yerləşdirilib. Arxa hissəsi də tam olaraq işlənilib. Güzgülərdən, qufqadan istifadə olunub. Yenə buralar lüstrumuz. Burada da televizor qoyulub hazırdır. Bu hissədə yenə şkafımız yığılıb. Yəni şkaf çoxdur. Əşya yerləşdirmək üçün heç bir problem yoxdur. Bu hissədən də göstərim. Orada da şkaf və kondisioner qoyulub hazırdır. Keçək mən sizə göstərim 3-cü yataq otağının sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Bura isə dediyim kimi mənzilin 3-cü yataq otağıdır. Digər yataq otağı ilə demək olar eynidir, amma əsas yataq otağı bu ikisindən də böyükdür. Ümumi olaraq göstərim, gözəl taxtımız. Burada isə fərqli rənglərdən istifadə olunub. Hər otağın dediyim kimi özünə məxsus gözəlliyi var. Göstərim, taxtın arxası eyni qayda ilə yığılıb. Burada da şkafımız yığılıb. Yəni ona görə deyirəm, hər otaqda kifayət qədər yeriniz var. Yenə televizorumuz, burada gözəl make-upımız, maraqlı tərzdə güzgümüz, kondisioner tam, hər bir şey tam hazırdır. Bu qədər mən demək olar mənzildə olan hər şey sizə göstərdim məlumatları. Bir daha nəzərə çatdırım, yerləşir Nərimanov rayonunda Xətai prospektində ərazinin ən gözəl binalarından birində yerləşir. 4 otaqlı mənzildir. Ölçüsü 152 kvadratdır. 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. Gördüyünüz şəkildə satılır bütün və mebel və texnika hamısı yenidir və hamısı da qiymətə daxildir. Sənədlər qaydasındadır, çıxarışı, yəni kupçası da var və mənzilin start olaraq qiyməti 595.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.